Yol qəzasında bir nəfərin ölümü və digərinin xəsarət almasında təqsirləndirilən Arzum ləqəbli tiktoker İlduzə Hacıyevanın cinayət işinin bəzi detalları məlum olub. Unikal Az saytının əldə etdiyi məlumata görə hadisə 2025-ci il iyunun 27-sində paytaxtın Xəzər rayonu Mərdəkan qəsəbəsində qeydə alınıb. Aparılan istintaqla müəyyən edilib ki, İlduzə Hacıyeva 27 iyun 2025-ci il tarixdə saat 00:53 radələrində Star Leasing EBMC ilə müqavilə bağlayaraq Almaniyanın sürücülük vəsiqəsi ilə Çanqan markalı avtomobili icarəyə götürüb. TikToker paytaxtın Xəzər rayonu ərazisində qala istiqamətində hərəkətdə olarkən yol hərəkəti haqqında qanunun 42-ci maddəsinin 1-ci hissəsinin və 37-ci maddənin 4-cü hissəsinin tələblərini, yəni yol hərəkət hissəsində dönmə hərəkəti apararkən onunla eyni istiqamətli hərəkətdə olan digər hərəkət iştirakçısının hərəkətin təhlükəsini təmin edən təhlükəsiz yan məsafəsi saxlamalı, onun yanından hərəkətin təhlükəsizliyini təmin edib keçib getməli və bununla da yol nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda bunlara əməl etməyib. O dayanmadan keçmək qadağandır, üstünlük yol nişanının tələblərinə əməl etməyərək sola manevr edib dönmək üçün əks istiqamətli hərəkət zolağına çıxıb. İlduzə Hacıyeva onunla eyni istiqamətdə arxadan ötmə əməliyyatını keçirən Amal Məlikovun idarə etdiyi Mercedes markalı avtomobilin təhlükə yarandığını görməsinə baxmayaraq, idarə etdiyi avtomobilin sürətini tam dayanma həddinə qədər azaltmayıb, həmin avtomobilin onu ötüb keçməsini gözləməyərək dönmə manevrli hərəkətini davam etdirib. O yolun əks hərəkət zolağında hərəkətini davam etdirib və onu ötüb keçmək istəyən Amal Məlikovun idarə etdiyi avtomobilin arxa təkərini sürtməklə vuraraq toqquşub. Bununla da Amal Məlikov idarəetməni itirərək yolun kənarındakı beton maneəyə çırpılıb. Nəticədə həmin avtomobildə olan sərnişin Sənubər Muradova ağır bədən xəsarətləri alıb. Avtomobilin sürücüsü Amal Məlikov isə hadisə yerindəcə dünyasını dəyişib. Bundan başqa Hacıyeva İlduzə Elmar qızı yol nəqliyyat hadisəsi törətməsi, özünün şəxsiyyəti barədə Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarına xəbər vermədən, həmin orqanların əməkdaşlarının gəlməsini gözləmədən və zərərçəkmiş şəxsləri təhlükədə qoyub yardım göstərmədən idarə etdiyi Çanqan markalı avtomobilində yol nəqliyyat hadisəsi yerindən qaçıb. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən İlduzə Hacıyeva Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə elan edilən ittiham üzrə özünü təqsir edib bilməyib. İstintaq dövründə onun barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib. Arzum ləqəbli tiktokerə qarşı Cinayət Məcəlləsinin 263.2, yəni yol hərəkət və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması ölümlə nəticələndikdə və 264-cü, yəni yol nəqliyyat hadisəsi yerindən qaçma maddələrlə ittiham irəli sürülüb. Orxan Rasifoğlu, Məhkəmə Xəbərləri.